Salam değerli şagirdler. TRS imtahanından sonra uzun bir aradan sonra nəhayət test izahlarına yeniden başlayırıq. Test 4B'de qalmışdıq rasyonel sayılarda, yeni pulzada. Birinci sualdan başlayırıq sual izahına. Deməli, birinci sualda bizə deyir ki, belə bir ifadə verilib nəyə bərabərdir? Buna belə başlayacağım. Bu ifadə demişdik ki, təkrarlama başlayan hissə ilə cavab bərabər olur. Deməli, bu hissədən fikir versək, verilən ifadə ümumi ifadə ilə eynidir. Yəni, mən bura bir x desəm, cavabı da x deyirdim. Olurdu 2 çıx x böl 2 bərabərdir x. Bunun hər tərəfini 2-yə vursam, 4 çıx x bərabərdir 2x, 4 bərabərdir 3x, x də olur 4 böl 3. Dördüncü suala baxaq. Burada 5-dən 3 çıxıram, bura 2 deyirəm. 14'ü nəyə bölsəm 2 olar, 7. Bura olur 7. 3'ün üzərinə nə gəlsəm 7 olar. Bura olur 4. Olur x böl 3 üstəgəl x böl bərabərdir nəyə? 4'ə. Bunu gəlin bir mərhələ əvvəldə saxlayaq. Bayaqçı qaydanı istifadə edək. Bu 3 üstəgəl olan hissəni saxlayın. Bu təkrar 7 olsun. İndi baxın, qayda necə idi? Təkrarın hissənin cavab bərabər olur. Bura təkrarlanır. Sonsuza qədər gedir. Yəni, bura 7'dir. 3 üstəgəl x böl 7 bərabərdir 7. Hər tərəfi 7'yə vururam. 21 üstəgəl x bərabərdir 49. X də oldu 28. İkinci sual. İkinci sualda yine eyni qaydada. Bu hissə x, cavab x. 3'ə vururam hər tərəfi. Olur 6 üstəgəl x bərabərdir 3x. 2x 6, x də 3 olur. Beşinci suala baxırıq. Beşinci sualda burada bir təkrarlanma var, amma onun əlavə böl 8 bərabərdir 2x üstəgəl 1 kimi bir ifadə verib. Biz birinci belə başlayaq. Bu ifadə bərabərdir 2x üstəgəl 1'i 8'ə vuram. 16x üstəgəl 8. Bizim qayda necə idi? Təkrarın hissə ilə cavab bərabər olurdu. Burada təkrarlama burada başlayır. Deməli, bu da 16x üstəgəl 8'ə bərabərdir. Yəni, 1 üstəgəl 16x üstəgəl 8 böl 2 bərabərdir 16x üstəgəl 8. Buradan 1 üstəgəl, bunu 2'yə böləndə 8x üstəgəl 4 alınır. Bərabərdir 16x üstəgəl 8. Buradan da 5'dən 8 çıxıram, mənfi 3 bərabər 8x, x də mənfi 3 böl 8 cavabımız olur. Üçüncü sual. Bu hissə ilə cavab bərabərdir. 3 üstəgəl 4 böl x bərabər x. Bunu kvadrat tənliyə gətirib eləyə bilərik. Hazırda göz mövzuların içərisində ikinci dərəcənin denklimin yoxluğunu nəzərə alsaq, cavablardan yerinə qoya bilərik ki, hansı düz alınır? X'e 4 versəm biraz rahat görünür deyə dedim. 3 üstəgəl 4 böl 4, 4 verir. D variantı olacaq cavab. Çarpanlarını ayırma ilə də eləmək olar ortaq məxrəci gətirib. Buna da belə başlayıram. Bu hissəyə x, cavaba x deməli olur 1 üstəgəl 12 böl x bərabərdir x. Bunu ilk bayaq yazmadım. İndi ortaq məxrəci gətirib yazım. X üstəgəl 12 bərabər x. Çarpaz vururam x kvadrat. Çıx x çıx 12 bərabərdir 0. Buradan toplayanda 1 vuranda mənfi 12. X 4 çıxır və mənfi 3. Bunun mənfi olma ehtimalı olmadığına görə buna diqqət edin. 1'in üstünə müsbət ədədlər gəlirəm ancaq bunun mənfi olma ehtimalı yoxdur. Burada x'i 4 götürürəm. Aparıb burada yerinə qoyuram. Olur 2 üstəgəl 12 böl 1 üstəgəl 12 böl. İndi biz ümumi cavabı demişik də. Niyə belə işimizi çətinə salırıq ki? Ümumi cavabımıza nə demişik? Bunun hamısını x demişik. X'imiz nədir? 4. 2 üstəgəl 12 böl 4. 2 üstəgəl 3, 5. D variantı. 7-ci suala baxaq. Toplamanın acinsindən ifadəsi nədir? Burada uşaqlar, diqqət eləmək lazımdır ki, məxrəci bərabər olan kəsirlərdən tam bir ədəd almalıyım. Yəni, bu sualların məntiqi belə olur. Məxrəci bərabər olanlardan tam nəsə alınmalıdır. Görə necə ala bilərəm? 3'də 2, 3'də 2. Hansısa birini 2'ye vuracağım. Hansı birini? Yuxarını 2'ye vursam
Olacaq 2a bərabərdir 3-də 4, 5-də 8 və 7-də 10. Əgər bu ifadə ilə bu ifadəni toplasam, qoy bu da sual işarəsi olsun. 2a üstəgəl sual bərabərdir 3-də 4, 3-də 2, 3-də 6, yəni 2. 5-də 8, 5-də 2, 5-də 10, yəni 2. 7-də 10 çıx 7-də 3, 7-də 7, yəni 1. 2a üstəgəl sual bərabərdir 5. Sual işarəmiz də olur. 5 çıxılsın 2a, yəni E variantı. 10-cu suala baxaq. Çıxma qoxusu var burada və ya toplama. Toplayaq. Toplayıram bunları. X üstəgəl sual işarəsi deyək buna. Sual işarəsi bərabərdir. 1 tam 5-də 1, mənfi 5-də 1. 1. Mənfi 7-də 2, yəni 7-də 9, 7-də 7, o da 1. X üstəgəl sual 2 olur. Sualda olur 2 çıx X. Yəni B variantı. 8-ci sual. Eyni tip davam eləyir. Nəsə toplama lazımdır. Yaxınlaşdıraq biraz. Birincini mənfi 2-yə vursam necə olar? Birincini mənfi 2-yə vursam. Mənfi 2x bərabərdir. Mənfi 4 bölü 3 üstəgəl 2 bölü 5 çıx 6 bölü 7. Yəni bunu yenə necə düşündüm? Dedim aşağıdakılarla toplayanda tam ədəd alınsın. Fikir verin, bunları toplasam sual işarəsi. Mənfi 2x üstəgəl sual işarəsi bərabərdir. Mənfi 3-də 4 ilə 3-də 1. Mənfi 3-də 3. Mənfi 1. 5-də 2 ilə 5-də 3. 5-də 5, yəni 1. Mənfi 7-də 6 ilə mənfi 7-də 1. Mənfi 7-də 7, yəni mənfi 1. Bunlar getdi. Oldu sual işarəsi bərabərdir. Mənfi 1 üstəgəl 2x. Yəni 2x çıx 1. C variantı. 11-ə baxaq. 11-də məxrəcdə bu tip suallarda məxrəcdə ortaq vuruq çıxartmaq lazımdır. Daha doğrusu hansında ehtiyac varsa, burada məxrəcdə ehtiyac var. Aşağıda 5-də məxrəcdən 100% 5 çıxardacam. 5. Surətdən də 3 çıxardıram. 5-də 3, 3-də 2 qaldı. Burada qaldı 5-də 1. Burada qaldı 7-də 3. Nə gözəl. Tam olaraq bunun surəti ilə eyni oldu. Bunlar getdi qaldı 1 bölü 5-də 3, o da 5 bölü 3. 2-yə vurmaq qorxusu var sanki, amma bu dəfə sanki aşağını 2-yə vuracam. Baxan kimi 34, 28, 6, 34 diqqətimi çəkdi. Aşağını 2-yə vururam. 2 vur sual işarəsi. Bərabərdir 13-də 20 çıx 15-də 28 üstəgəl 17-də 28. Bunları toplayıram. X üstəgəl 2 vur sual işarəsi bərabərdir 13-də 26, yəni 2. Mənfi 15-də 30, yəni mənfi 2. 17-də 34, yəni 2. Bunlar getdi. Buradan qaldı 2 vur sual işarəsi bərabərdir 2 çıx x. Sual işarəsi də olur 2 çıx x bölü 2. Yəni D variantı. 12-ci suala baxaq. Yenə məxrəcdə 5-də 3 çıxardıram. Qaldı 5-də 3 çıx 11-də 2. Bir surəti gördük. Üstəgəl 7-də 3. Yuxarını köçürmürəm. Yəni bu eyni şeydir. Bunlar gedir. 1 bölü 5-də 3, 5 bölü 3. O qədər oxşuyurlar ki, elə bildim eyni sualı yazmışam. Yox. Eyni deyil, amma çox oxşuyur. Cavaba qədər hamısı. 13-cü suala baxaq. 13-cü sualda ortaq məxrəcə gətirmək istəmirəm, amma sanki məcburuq. Götürək də, 24 olsun. 8, 9, 10. Ortaq bir şey görmədim. Aşağıda mənfinin qabağı atıram, ümumi kəsirin qabağına. Aşağıda 20,
4'e vurdum 8, 9, 10. Bunlar cəmi eynidir, gedir. Olur 1 böl 24 vur mənfi 20. Bu da mənfi 5 böl 6 D variantı. 16-cı sual. Bunu bir şey deyim. Normalde məcbur qalsanız belə bir sual imtahana düşürsə əziyyət çəkib hesablamaq lazımdır. İndi biz tutaq ki qaydanı bilirik də. 4 vur 5'te 1. Bunu 2 ardıcıl edin, hasili kimi yazdım. Gördüm ki daha doğrusu elə olur. Bu ardıcıl olmağı şərt deyil, fərqlərin sabit olmağı şərtdir. Belə bir qayda var ki, əgər bunların fərqi sabitdirsə, vurğuların ədəd təkrarlanır, surətləri bərabərdir, ədədlərdən biri təkrarlanır, böyük olanı. Surətdə surətlərin cəmi tapılır, məxrəcdən balaca ədəd ən böyüyünə vurulur. 3 böl 28. Ən balaca vur ən böyük, surətdə ədədlərin hamısının cəmi. 14-cü sual. 14 tipli bir sualı görən ki, bunu çeviririk qarışıq kəsirə 5,7-də 3. Deyirik ki, bu x tam oldu 5 tam. Və biri bu ifadəyə böləndə 7-də 3 alınırsa, deməli bu ifadə 7-də 3-ün tərsidir, yəni 7 böl 3-dür. Bu da 2 tam 3'də 1 eləyir. Y qardaşımız 2 olur, z də olur 3. 5, 2 və 3 cəmləri 10. 17-ci sual. 17-ci sual yuxarıda eləməsəydi olar dediyimi, burada artıq eləməliyik. Balacası 40, böyük x üstəgəl 1. Baxın, fərqlər sabitdir, surətlər eynidir. Burada bir dənə qalır birlərin sayını tapmaq. Bu da belə olur. Diqqət eləyin. 40'da başladı, 42'də bitdi. Fərq 2'dir, kəsir də 2 dənədir. 40'da başlayıb x üstəgəl 1'də bitir. Deməli, fərq nə qədərdirsə, x üstəgəl 1 sıx 40, o qədər də 1 var. Fərq 3 olanda, məsələn, 40'dan 43'ə qədər, təkrar deyiləm, 3 dənə oldu. Deməli, 40'dan x plus 1'ə qədər, fərq nə qədər olursa, o qədər 1 var. Surətdə oldu x 39, böl 40 vur x plus 1. Gəlin bunu da belə yazdım, 1 böl 120. 40 ilə 120 getdi 3. Çarpaz vururam, 3x sıx 117. X plus 1. 2x bərabərdir 118. 59. 15-ci sual. Bəli, 15-ci sual yuxarıdakı sualla eyni. Qələmimizi seçək. 2 tam 13'də 4. A qardaş oldu 2. Bu da oldu 13'də 4'ün tərsi. Yəni 4'də 13. Yəni 3 tam 4'də 1. Yəni B'miz 3. C'miz 4. Topladıq 9. 18. 18-ci sual nədir? X tam ədəddir. Y-in üzərinə 0,263 gələndə alınır x tam ədədi. Bu necə mümkündür? Gələk bu y-in son 3 rəqəmi, daha doğrusu vergüldən sonraki 3 rəqəmi elə ədədlər olsun ki, 263 ilə toplayana tam ədəd olsun. Bu da 1000'də olduğu üçün mən 1000'dən 263 sıxsam 737 olar. Və bu 737 BCD olar. Fikir verin, alını soruşmur, çünki soruşa bilməz. Tam neçə olur olsun, fərqi yoxdur. Əsas odur kəsir hissə vergüldən sonra 737 olsun ki, 263 ilə toplayana tam ədəd alınsın. Bu da oldu 17. 19-cu sual. Oxşar sualdır. Baxın, 25'də 9 qardaş, %36 deməkdir. Üstünə %36 gələndə tam ədəd olursa, deməli bu 64 ilə bitir. 3 tam %64. 22'yə baxaq. 22'də mötərizələri açıram. Əgər mötərizələri açsam, çox sayda olacaq bu sual. Ortaq məxrəcə gətirmək filan lazım olmayacaq. Bunu açdım. Burada açıram. Mənfi olduğu üçün işarələri dəyişirəm. Bunlar gedir, bunlar gedir. Yuxarıda 2x üstəgəl 1, aşağıda 2x üstəgəl 1. Böldüm, nə alındı? 1. 20-ci sual. Baxın, 20 tipli sual gördüm. Qüvvətləri cüt gördüm. Tez deyirəm ki, bunların hamısı sıfırdır. Çünki cüt qüvvət olduğu üçün heç vaxt mənfi alına bilməyəcək.
Bu ədədlərin heç biri mənfi deyilsə, bir neçə mənfi olmayan ədədin cəmi 0 eləyir. Bu ancaq o ədədlər 0 olsa mümkündür. Hamısı 0 olsa. Deməli, A çıx 2 0, 3A çıx B 0, 2B üstə gəl C 0. A2, A'ya 2 verəndə B 6, B'yə 6 verəndə C mənfi 12. Topladıq mənfi 4. 23. 1 bölünsün A. Çıx 1 bölünsün B. Çıx 1 bölünsün A. Mötərizəni açıram, işarələri dəyişirəm. Üstə gəl 1 böl AB. Üstə gəl 1 böl A. Üstə gəl 1 bölünsün B. Bunlar gedir. Bunlar gedir. Ancaq bu ifadə qalır. Ortaq mərkəzə gətirəm AB-də 1 üstə gəl. Bunu B-yə vurmalıyam. Surətdə vurdum B-yə. 1 üstə gəl B böl AB. A variantı. 21-ci sual. Bu ifadəyə baxaq. X cavab X. Vururam 4-ə. Olur 12 üstə gəl. Bu 4-lər gedir. X bərabərdir 4x. 3x'imiz olur 12. X'imiz olur 4. Yəni cavab. 24-ə baxaq. Deyirsən, toplasam kifayətdir. Toplayıram. Sual işarəsi dedim buna. A üstə gəl sual işarəsi bərabərdir. 4-də 7 ilə 4-də 5. 4-də 12 yəni 3. Mənfi 7-də 10, 7-də 3, mənfi 1. Bunlar da 2. Topladım 4. Sual işarəsi 4 çıxa. Yəni A variantı. Bu da testin və bölmənin son sualıdır. İnşallah ki, yeni pulsa işləməyə başlayarsınız ki, o videolara baxış gələr. Sağ olun uşaqlar.